Gəlin 9-cu sinif toplusundan bu tip bir suala baxaq. Eyni zamanda 11-ci siniflərə düşmə ehtimalı olan sual tiplərindəndir. Burada biz nə edirik? Y tapırıq. Y bərabərdir. A üstə gəlsin x-a. Və aşağıda gətirib yerinə qoyuruq. Bərabərdir 1 çıxaq a-ya. Bunu vursaq, eləyir x-a üstə gəlsin. X kvadratı. Bunları bu tərəfə keçirsək, çıxaq 1 üstə gələ a bərabərdir 0-a. Buradan yeganə həlli var deyir. Yeganə həldə diskriminant 0-a bərabər idi. Olur o zaman mənə b-min yerində a dayanır. A kvadratı çıxaq 4a, c-nin də yerində bu dayanır. A bərabərdir 0 olmalıdır. Tənliyi açsam a kvadratı çıxaq 4a üstə gələk 4 bərabərdir 0. Bu tənlikdə sizə a çıxaq 2-nin mötərizə kvadratını verir. Yəni a bərabərdir 2-yə. Sonra mən nə edirəm? Sonra gətirirəm, baxın. Bu tənlikdə a-nın yerinə 2 qoyuram. Olur x. 2 üstə gələk x bərabərdir 1 çıxaq 2-yə. Yəni 2x plus x kvadratı bərabərdir -1-ə. Bu da siz eləyir x kvadratı plus 2x plus 1 bərabərdir 0-a. Yəni x plus 1-in mötərizə kvadratı 0-a bərabərdir. Buradan da x bərabərdir çıxır nəyə? -1-ə. Gətirib burada da yerinə qoysam a mənə 2-ni verirdi, x-in mənə -1-i verirdi. Bunların da cəmi sizə nə verəcək? 1-i. Sizdən də soruşur x kvadratı üstə gələk y, -1-in kvadratı müsbət 1, üzərinə 1 gələndə də 2.